Son zamanlar sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən videoların sayı dayanmadan artır. Belə videolardan biri də mənim qarşıma çıxdı və bu videodan Mən fərqi yoxdur. Əsas odur bir dənə qarnım doysun, qarnımı doyuzdur. Sonra nə edirsən elə? Hazır deyir şey. bu əxlaqsızlığın, bu fahişə psixologiyasını təbliğ edir. Qadın olacaq şəxs belə hərəkət etməz. Oğlan kişi olacaq şəxs də belə hərəkəti çəkib paylaşmaz. Nə edirsinizsə kənarda edin. Amma bunu cəmiyyətin qarşısında sosial şəbəkələrdə etməklə siz əxlaqsızlığı, fahişəliyi təbliğ edirsiniz. Həmin o yanında oturan o saqqallı məxluq da qeyrətsizliyi, şərəfsizliyi təbliğ edir. Hər kəs ailəsindən gördüyünü, götürdüyünü təbliğ edir. Siz bunları təbliğ etməklə gənc nəslə pis örnək olursunuz və onları təşviq edirsiniz bunlara. Sizin günahın biri cəmiyyətin sizi populyar etməsi, ikincisi sizin kimi əxlaqsız, fahişəliyi təbliğ edən, açıq-saçıqlığı, pozğunluğu təbliğ edən insanlara pul verən, şərəfdən kənar sponsorçular, reklamçılar və yaxud da ki, nəysə malını, məhsulunu təqdim edən şəxslərdir. Yəqin ki, aidiyyatı qurumlar sizi cəzalandırıb və yaxud da ki, cəzalandıracaq. Cəmiyyət olaraq Sən niyə? Çox şirindir, ağzımı almaq istəyirəm. belə insanlara, əxlaqsızlığı təbliğ edən insanlara qarşı ayıq olaq və onları qınayaq. Gələcəyimiz, gənc nəsillərimizin təmizliyi naminə.